Bugün sizə hərbi komissarlığın bir doktorantura tələbəsinə qarşı hüquqa uyğun hesab etmədiyim bəzi davranışlarından danışmaq istəyirəm. Bu mövzunu ictimailəşdirirəm ki, mövzuya fərqli baxanlarla fikir mübadiləsi aparaq. Xaricdə təhsil alan bir doktorantura tələbəsinə hərbi komissarlıqdan zəng gəlib. Bildiriblər ki, siz hal-hazırda Türkiyədə əyani doktorantura təhsili alırsınız və bununla yanaşı Azərbaycanda əmək müqaviləsi ilə tam ştat işləyirsiniz. Bu yol verilməzdir. Ya iş yerinizdən ayrılmalı və doktorantura təhsilinizə davam etməlisiniz, ya da ki, hərbi xidmətə getməlisiniz. Sualım budur, bunun hüquqi dayanağı nədir? Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsində qeyd olunur ki, hər kəs əmək qabiliyyəti əsasında sərbəst şəkildə iş yeri seçmə hüququna malikdir. Yəni, burada tələbələr istisna edilmir. Əlavə olaraq, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 122-ci maddəsinin 3-cü bəndində qeyd olunur ki, işləməklə yanaşı doktorantura təhsili alan işçilərə hər tədris ilində 30 təqvim günü ödənişli məzuniyyət verilir. Yəni, qanun burada doktorantura təhsili alan şəxslər əmək fəaliyyəti ilə məşğul ola bilər deyir. Komissarlıq isə əsas gətirir ki, doktoranturaların yaradılması və doktoranturaya qəbul qaydalarının 1.4-cü bəndi əyani və qiyabi təhsil formasını bir-birindən ayırır. Əyani formada təhsil almaq üçün istehsalatdan ayrılmaq lazımdır. Lakin burada qadağa yoxdur. Bu, tövsiyə xarakteri daşıyır. Qanunla yalnız bir halda təhsil alan şəxsə işləmək məhdudiyyəti gətirilib. Əmək Məcəlləsinin 250-ci maddəsində qeyd olunur ki, icbari ümumi orta təhsilini tamamlamamış 18 yaşdan kiçik şəxsləri onların təhsilini tam həcmdə almaq imkanından məhrum edən işlərə götürmək olmaz. Rəy bölməsində fikirlərinizi qeyd edərək bu mövzunu birlikdə müzakirə edə bilərik.